Salam əziz izləyicilər və Fikirli kanalı takipçiləri. Bugün sizlərin qarşısında Temunun Farmlat videosu ilə qarşınızdayım. Bugün Farmlantı bitirdim mən və bu proseslər necə oldu? Farmlantda hansı səviyyə kimi rahat gəlmək olur və hansı hədiyyələr əldə etdim və buradakı kuponlar nələrdir? Hamısı haqqında sizlərə məlumat verəcəm. Xahiş edirəm kanalımıza abunə olun və maksimum bizə dəstək olun ki, belə faydalı videolarla sizlərin qarşısına olaq dostlar. Çox uzatmadan keçək kompüterimizin ekranına və Farmlatımıza daxil olaq. Dostlar, deməli Farmlat haqqında bizim qrupumuz və təkcə Farmlat deyil, Temu haqqında bizim Telegram qrupumuz var. Orada da qatıla bilərsiniz. Yardımlaşmaya da və yaxud da fərqli bir istifadə qaydasına var. Tək Farmlat yox, Temunla bağlı suallarınızı verə bilərsiniz. Orada insanlar bir-birinə köməklik eləyir. Farmlanta daxil olaq və bunu mən bitirəcəm. Axıra yaxın saxlamışam ki, hardasa bir 20% həm videoda bitirmiş olum, həm də ki, sizə bu prosesləri göstərim. Açığı mən çox istifadə eləmirdim. Yəni Farmlata çox girmirdim. Çox az vaxtım olmurdu. Ona görə biraz məndə uzun çəkdi. Bu şəkildə Farmlanta daxil oldum. Mən seçdiyim hədiyyələr bunlardır, amma qeyd edeyim ki, hal-hazırda əvvəllər təzə çıxanda bunun hədiyyələri daha dəyərli idi. Sonradan dəyərini aşağı saldılar. Hardasa 5 manatlıq, 4 manatlıq Farmlat hədiyyələr verir. İndi mən bunu bitirəcəm və buradakı kuponlara baxacağıq bərabər. Baxaq görək bunlar nə işə yarayır və hədiyyələr necə gəlir. Bir yerdə bunu bitirək. Dostlar, qeyd edeyim ki, burada baxın 99.98 səviyyədəyəm mən. Artıq 2% qalıb. Mən bunu bitirdikdə 2%-dən sonra oyun bitir. Yəni bu 99.95 səviyyəsindən sonra mən gördüyüm bu belədir dostlar. Bu başlayır sizdən 10 ədəd su alır. Sadəcə 1 ədəd irəliləyiş verir. O da ki, nə deməkdir? Daha çox su əldə etmək deməkdir və sizi alış-veriş etməyə təşviq edir və yeni istifadəçi gətirməyə məcbur edir. Mən bunu indi bir yerdə bitirəcəm. Baxaq görüm nə proseslər başa gəlir, nə baş verir. Baxın, gördüyünüz kimi 10 ədəd alır və 1 ədəd verir. Sizdə də bu səviyyəyə gəldikdə bu şəkildə olacaq. Daha çox su gedəcək. O da ki, oyunun daha çətinə getməyini göstərir. Yəni hədiyyələri sizə daha çətin verir. Axıra yaxın daha çox su sərf eləyəsiniz deyə. Ümid edirəm ki, 99.98%-dən sonra bu oyun bitər. Aha. 0.02. Aha dostlar, baxın məndə 100% oldu və bu Farmlat oyununu bitirdim. Bitirənlər varsa kommentlər bölməsinə yazsın. Nə hədiyyələr alıb yazsın və nə qədər vaxtda bitirib. Açıqcası mən çox girmirdim. Onun üçün çox belə deyim də dostlar, çox uzun çəkdi məndə. Hədiyyələrimizi alaq və kuponlarımızı alaq, baxaq görək bizə nələr verəcək. Baxın, alındı hamısı kuponlar. 35-42. Əsas mənə bunlar maraqlıdır. Görək mənə bunlar nə verir. Bu kuponlar maraqlıdır. Hədiyyələri onsuz da seçmişəm. Tamam deyirəm. Su qaldı onun yerinə. Bu bitdikdən sonra təzədən yeni tura başlaya bilirsiniz. Qeyd edeyim onu sıfırdan. Ücretsiz kargo yeni bir tura başlanır. Devam et. Yüksəltli ekstra 76. 100 manatlıq kupon. Tamam deyirəm. Burada kart çevirdirdi mənə. Ha, bu kuponlardır. Kuponları əlavə sizə dəyər verir. Bu bildiyiniz kimi standart başlanır. Dostlar, baxın, burada gəlmişkən, yeni tura başlamışkən mən sizə bunu daha detallı bir şəkildə izah edeyim. Video biraz uzun çəkəcək. İstəyirəm ki, burada sual qalmasın. Yəni kommentlərdə çox sual gəlir, həddən artıq. Baxın, fərz edin ki, mən təzə başlamışam oyuna. İndi birazdan o hədiyyələri və kuponları da göstərəcəm, aldığımı və necə karqonla gəlir, hamısını göstərəcəm. Baxın, birincidən belə bu su bidonu qırmızı şəkildə gəlir.
Və sizə bunu daha asan bir şəkildə verir. Baxın, gördüyünüz kimi o dəqiqə sırası 1 manatdan başladı və bu dolmağa başladı. O ki bu 80%-dan keçir. Baxın, indi mən burada sulayıram, gördüyünüz kimi daha tez verir. Siz elə bilirsiniz ki, bu daha tez olacaq və bu hədiyyələri bir gün, 2 günə bitirərəm və yaxud da bir neçə saat ərzində. Burada uje siyasət belə işləmir. Temunun siyasət necə işləyir? Sizi bir səviyyəyə qədər daha asan gətirir. Hansı ki bu bidon 70%-dan keçdi, 80%-ə qədər gəldi, uje sarı olacaq. Yəni bu qədər tez verməyəcək. Başlayacaq bu axırda 80%-dan keçdi, uje 90%-ə kimi gəldiniz. Sizdən 5 alacaq, 1 verəcək. Başa düşdünüz dostlar? Yəni 5 dənə su alacaq. O ki mənim kimi 99.98-ə gəlib çatdınız ki, burada ən çətin bölməsi bu oyunun budur. Başlayır sizdən 10 su almağa, 10 ədəd. Hər klik etdiyinizdə 10 ədəd su alır. Və qarşılığında 1 ədəd irəliləyiş verir. O 1 ədəd də 0.1 ədəddir. Burada normalda 1-1 gedirsə, atıram ki, baxın burada indi təlimatları verir. Burada hədiyyələr falan verir. Sizə də daha rahat gəlir. İstəyirsiniz ki, siz oynayasınız və bu hədiyyələri əldə edəsiniz. Daha tez gedir. Burada uje 1-1 gedir. Baxın, gördüyünüz kimi 1-1 gedir. Uje daha tez gedir. 80%-dan keçdikdən sonra başlayacaq 0.01 manat verməyə. Bu da oyunu daha çətin hala gətirir. Məcbur edir ki, sizə daha çox su əldə eləyəsiniz və daha çox dəvət eləyəsiniz. Bu oyunun teması nədir? Mən sizə izah eləyim. Daha çox teması nədir? Burada tez-tez gəlir, bilmirəm fikir vermisiniz, verməmisiniz. 1000 su əldə edin, dostlarınızı dəvət edin. Əsas bunun belə deyim dostlar, məntiqi budur. O suları nə qədər çox əldə etsəz, 1000 suyu bu oyun o qədər tez bitəcək. Nə qədər tez əldə etsəz, misal üçün oradakı şərt nədir? 3 ədəd mövcud format istifadəsi çağırır. Yəni mövcud format çağırır, qruplardan tapa bilərsiniz. Hal-hazırki istifadə. O da gündə 24 saatdan bir sizin dəvətinizi qəbul eləyə bilər. Hansı ki, format istifadə eləməyən adam tapa bilsəz, temusu ola da bilər. Sadəcə format istifadə eləməyən o suları əldə edə bilərsiniz. İndi hal-hazırda məndə yoxdur, həmən görəv gəlməyib, amma tez-tez gəlir. Hansı ki, siz hər dəfə o görəvi tamamladınızsa, burada sizə 1000 su verir. O 1000 sudakı sizə xeyli burada irəliləyiş verir. Bir də ikinci bir şərt. İkinci bir şərt odur ki, buradakı hər gün giriş edib bu bulmacalar var burada. Bunu aktiv eləmək. Bu aktiv eləyəndə sizə su verir. Hansı ki, bunu mən çevirirəm. Baxın, gördüyünüz kimi oyun təzə başlayıb 20 verir. Daha sonra 80%-ə çatdıqda bu başlayacaq 10-10 verməyə, sonra birləşib daha çox alacaq. Və burada sandıq var, ən önəmlisi. İndi məndə burada niyəsə görsənmir, oyun təzə başlayanda ola bilər, bəlkə ləğv eləyiblər, bilmirəm. Sandıq bölməsi gəlir. O sandığı aktiv eləyirsiniz. Sizdən 100 su alır. Hər gün girdikdə 20, 30, 40 şəklində o suları sizə geri verir. Həm də ki, daha artıq su əldə. Səhv eləmirəmsə 240, 230 belə su verir 100 əvəzində. O sandıqları əlavə edirsiniz. Və burada format birləşdirmə gəlib. Mən təzə başlayanda bu oyuna format birləşdirmə yox idi. Daha sonra gəlib. Bu format birləşdirmədə hər dəfə burada girirsiniz. Düzdür, biraz vaxt alır bu format birləşdirmə, amma burada ekstra sular verir. Baxın, misal üçün məndə təzə başlamış kimi sayır. Buradakiləri birləşdirirsiniz. Bunun haqqında kanalımızda video var. Detaylı bir şəkildə video çəkmişik. Siz oradan həmin videonun linkini də bir videonun açıqlamalarına əlavə edirəm. Baxıb bu format birləşdirməyi necə istifadə etmək olar, su əldə etmək olar, onun haqqında məlumat toplaya bilərsiniz. Həmçinin formatda ən tez daha çox su toplamağın yolu haqqında videomuz var. Ona da baxa bilərsiniz dostlar. Yəni bu şəkildədir. Bunun başqa bir teması yoxdur. Əsas da məqsəd odur ki, daha yeni istifadəsi gətirmək. Nə qədər yeni istifadəsi gətirəndə daha tez bu hədiyyələri verir. Dostlar, keçin baxaq görək bu kuponlarımıza. Bu hədiyyələrimiz necə gəlir? Bunun haqqında da suallar gəlir. Temun ana səhifəsinə çıxıram. Aha, baxın, mənim depo işləmi alıyor. Artıq bu sifarişə verdi. Yəni pulsuz bir şəkildə 2 ürün 0 manat. Yəni formatdan gələn məhsullardır. Amma sizə burada bir məsləhət verə bilərəm ki, şəxsi məsələmdir. Bu formatı tez bitirəcəm deyə məhsul almayın. Orada hansı ki məhsulları bahadan verir. İndi birazdan onu da göstərirəm. Takib nömrəmə basıram və burada gördüyünüz kimi məhsullar mənə gəlir. Kuponlar bölməsinə keçirəm. Əsas mənə maraqlı bu kuponlardır. Baxın, burada 42 manatlıq, 35 manatlıq kuponlardır. Kuponlar o qədər də
Əslində belə yaxşıdır, amma 42-35 manat. Yəni siz 170 manatlıq bir məhsul sifariş versəz, 42 manatın avtomatik çıxacaq 70 manatlıq bu şəkildə. Həmçinin 35 manatda məntiqi bu şəkildə işləyir. Sadəcə 35 manatlıqda 140 manatlıq məhsul aldırır. Yəni 140 manatlıq məhsul alırsınız, onun 35-ini çıxır. Yəni buradakı həqiqətən alırsınızsa istifadə eləməyə dəyər bu şəkildə. Başqa bir məntiqi yoxdur. Videomuzdakı yəni bu qədər. Başqa bir Farmlatda bir də ki məhsul aldırma söhbət var. Onu sizlərə göstərim tez bir şəkildə. Bu məhsul aldırma söhbəti nədir dostlar? Burada deyir ki, misal üçün filan qədər su almaq üçün baxın burada kaliteli ürünlər yazılıb. Çox adam buradan bəlkə də istifadə eləyir. Deyir ki, məsələn 2000 su verəcək, burada məhsul alın. Bunun bir dənə pis cəhəti odur ki, mən sizə göstərim. Normalda buradakı məhsulları sizə bahadan verir, amma Temudan tək-tək sifariş versə daha ucuz əldə edə bilirsiniz. Amma buradan misal üçün məhsulları seçəndə, yəni sırf su üçün, Temu üçün bu məhsulları almayın dostlar. Çünki orada verdiyi hədiyyələrdəki elə bir mahiyyəti yoxdur. Mən aldığım hədiyyələrin ikisi birdə toplasam bəlkə də 15 manat qiyməti var. Yəni onun üçün buradan girib tonla 50 manat, 100 manat alış-veriş eləməyə dəymir. Düzdür. Onsuz da siz alış-veriş eləyəndə Temudan özünüzə fərqi yoxdur 20-30 manatdır. Bu su verir. Düzdür 2000 vermir amma az-az verir. Bu şəkildə. Bir də ki, bəlkə ola bilər hansısa bir sual gələr, yenidən oynayacaqsınızmı? Şəxsən mənim fikrim, mən yenidən bu Farmlantı oynamaram dostlar. Yəni açıqcası oynamaq istəmirəm. Yəni videoya görə oynamışam. Hansı halda oynamaq olar? Dəyər bəlkə də. Buradakı məhsullar daha dəyərli bir məhsul verər. Atıram ki, mən burada saat seçmişəm. Burada verdiyi məhsullar çox ucuzdur dostlar, həqiqətən. Bu məhsulların yerinə heç olmasa bir 40 manatlıq, 50 manatlıq məhsul əlavə eləsə, hardasa bəlkə oynamağını dəyər. Dediyim kimi çox vaxt alan bir oyundur. Yəni istifadəsi gətirmirsə sizə bu aylar çəkə bilər dostlar. Həqiqətən çox vaxt alan bir oyundur. Mən oynayaram demirəm, mən təkrar bu oyunu oynamaram dostlar. Dostlar videomuz bu qədər idi. Xahiş edirəm kommentlər bölməsində yazın. Fikirlərinizi yazın oyun haqqında və yaxud da oynamaq istəyən varsa Telegram qrupumuz var. O Telegram qrupunda linkini açıqlama bölməsinə əlavə etmişəm. Oradan keçid eləyərək siz bir-birinizə yardımlaşma edə bilərsiniz, su əldə edə bilərsiniz. Kommentlərə yazın nə əldə etdiniz və nə qədər vaxtda bitirdiniz. Neçənci tur oynayırsınız? Mənə də çox maraqlıdır. Xahiş edirəm kanalımıza abunə olun və maksimum bizim kanalımıza dəstək olun ki, belə videolarla sizlərin qarşısında olaq dostlar, təqdim etdiyi fikirli kanalı.